Salam hər kəsə. Bugün mən sizinlə çox bir maraqlı mövzu paylaşacağam. Çox insan karbohidrat yeməkdən qorxur və ona görə bədəni gözəl formada deyil. Amma halbuki məşq öncəsi də, sonrası da ümumiyyətlə günlük karbohidrat yemək lazımdır ki, enerjiniz olsun. Sadəcə bilmək lazımdır ki, hansı karbohidratları yemək lazımdır ki, qarın düz olsun. Yəni bədən gözəl forma alsın. Bunun üçün mən sizinlə orqanizmdə həzm olunmasına görə 5 əsas karbohidrat, yəni mürəkkəb karbohidratı paylaşacağam. Və bu proses orqanizmdə tez həzm olunmasından gec həzm olunmasına olan sırayla sadalayacağam. Birincisi yulafdır. Ən tez həzm olunan mürəkkəb karbohidratdır. Yulafın tərkibində beta-glukan adlı həll olunan lif vardır, lakin emal olunmuş növləri çox incə üyüdüldüyündən həzm prosesini sürətləndirir. Yəni, belə desək, strukturu azcıq pozulduğu üçün orqanizm tərəfindən tez həzm olunur. Həzm müddəti 1 saat yarım, 2 saatdır. Onu da deyə bilərəm ki, ümumiyyətlə, yulaf alanda aldığınız yulafın dəqiqəsinə fikir verin, 15-20 dəqiqəlik alın. Çünki onlar daha keyfiyyəti yaxşıdır və orqanizm tərəfindən nisbətən daha gec həzm olunur. İkincisi isə kuskusdur, ağ bulgur. Bu da emal olunmuş buğda məhsuludur. Tərkibində lif miqdarı çox azdır. Mürəkkəb karbohidratdır, lakin tərkibindəki nişasta tez parçalanır. Həzm müddəti 2 saat, 2 saat yarımdır. Üçüncüsü qəhvəyi düyüdür. Qabığı saxlandığı üçün lif və B vitaminlərinə zəngindir. Bu səbəbdən orqanizm tərəfindən lifləri yavaş-yavaş soğurulur və qlükoza tədricən yüksəlir. Həzm müddəti 2 saat yarım, 3 saat. Dördüncüsü qarabaşaqdır və yaxud da hamının dediyi kimi qreçkadır. Tərkibində gluten yoxdur, lakin möhkəm lif strukturuna malikdir. Tərkibində rezistent nişasta və antioksidantlar olduğundan mədə bağırsaqda yavaş parçalanır. Həzm müddəti 3 saat, 3 saat yarımdır. Və nəhayət 5-incisi tam taxıllı bulgur və vəhşi düyü və yaxud da qara düyü, belə deyək. Ən gec həzm olunan mürəkkəb karbohidratdır. Yüksək miqdarda sellyuloz, rezistent nişasta, fitik turşusu və tam taxıl qabığı var. Sadaladığım bu komponentlər fermentlərin təsirini azaldır və nəticədə qlükozanın buraxılması çox yavaşdır. Həzm müddəti 3 saat yarım, 4 saatdır, hətta hərdən daha çox olur. Bir sözlə karbohidratlardan qorxmuruq. Sadaladığım karbohidratlar